Salam uşaqlar, bugün testlərə davam və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. 62-ci testi. Найди лишнее слово и вычеркни его. Deməli, deyir ki, burada artıq bir söz var. Gəlin baxaq. Zaqlavная. Zaqlavная nə deməkdir? Zaqlavная uşaqlar böyük hərflə yazırıqsa sözü, ona zaqlavная deyirik də. Yəni o hərfi böyük. Восклицательное bu nida işarəsini göstərir və məsələn cümlə axırında qoyula bilir. Düzdürmü nida? Pisminная bu əl yazısıdır. Məsələn biz tutaq ki, A hərfini bu şəkildə yazırıqsa, pечатная da çapdır. Bu şəkildə. Deməli, burada лишнее слово восклицательное. Какое число обозначает количество глухих звуков в данных словах? Какое число обозначает? Deməli, burada deyir ki, bu sözlərdə, bu 4 söz verilibdir və 4 sözdə, yəni ümumi olaraq neçə dənə deyir ki, kar səs var. Tak, gəlin baxaq. Bir dəqiq mən sizə qaydanı da göstərdim ki, məsələn, kar, glухие, bax bu hərflərə baxmalısınız, çünki yuxarıda olan звонкие, cingiltilidir və всегда глухие deyə, bax buna da baxmalısınız uşaqlar. Görsünüzmü? Deməli, burada s-dır, sonra n bizdə звонкиdir. Так, и краткое здесь у нас звонки. Пень sözündə p, görsünüzmü? Глухой, deməli, götürük. N-i götürmürük. J hərfi yox. Так, звонкиdir. T-ni bizdə görürsünüz, глухой. L hərfi звонки həmişə və məc sözündə M da bizdə звонкиdir və onu götürməliyik. Ç da bizdə всегда глухой. Ç. Deməli, oldu 4. Bax, bu qaydanı qayda dəftərinizdə olmalıdır uşaqlar. Так. Дальше. Сколько звуков в слове печенье? Neçə deyir səs var. Печенье sözündə deməli, у нас здесь так 7 bukv və məxki znak düşür, amma yanındakı Y2 səs verir. Çünki bilirik də, məxki və tverdo znakın yanında 2 səs verir. Deməli, yerin tutursa bu 7 zvukov deyə biz V variantını götürürük. Слово, в котором все согласные звуки мягкие и звонкие. Mягкие и звонкие deyiriksə, uşaqlar, mягкие звуки bu incə, звонкие də cingiltilidir. Düzdürmü? Gəlin baxaq. Tak, deməli, biz qaydanı da göstərdim. Mягкие. Deməli, mягкий olmaq üçün samitimiz yanında bax bu saytlar olmalıdır. Düzdürmü? Və всегда mягкие-ni yadımızda saxlamalıyıq. Və deyir ki, звонкие. Звонкие də burada baxırıq. Yəni, bu qaydalar uşaqlar mütləq hər bir testdə mən ətraflı şəkildə izah etməyə çalışıram ki, yəni biləsiniz ki, hardan götürmüşük, necə götürmüşük, ona görə. Gəlin, mel sözünə baxaq. M hərfi biz bilirik ki, звонкиdir. Düzdürmü? Götürük. Dəlşi. Y hərfi. M-ni götürə bilərikmi? Məsələn, звонки kimi götürmüşük. Yaxşı, cingiltili. Amma biz axı yazıb ki, həmi incə olsun, həmi də cingiltili olsun. M cingiltili kimi var. Y hərfi bizdə nə verir? İncəldir. Düzdürmü? Deməli, düz götürmüşük. L hərfini götürək. L hərfi özü də звонки. Düzdürmü? Dəlşi. Dom sözündə. Burada D hərfi onun yanındadır. Düzdürmü? Deməli, burada qalınlaşdırır. Bunu götürə bilmərik. Amma звонкиdir D hərfimiz. Düzdürmü? Amma incə deyil. Bizə mягкий lazımdır. Əlbəttə ki. Dəlşi. M hərfi.
M hərfi özü zvonkidir. Düzdürmü? Хорошо. X hərfi gluxoydur. Biz bunu götürə bilmərik. X hərfi. O X hərfini nə edir? Əlbəttə ki, qalınlaşdırır və R da burada zvonkidir. Правильно? Ona görə də burada, yəni mel sözünü götürə bilsək, L hərfi özü zvonkidir, düzdür. Amma incə deyil də, burada məxki znak olsaydı, bəli. Yəni biz mel sözü olsaydı, yəni mel çayda, yəni belə deyək də, dayaz bir yerdir də. Mel olsaydı, bəli, biz M-nı əlbəttə ki, zvonki və Y hərfi onu incəldərdi, bəli. Amma L, mel, görsünüzmü? L burada ucu təkdir də, yanında ya məxki znak yoxdur, belə deyək də, ya da bu hərflərdən heç biri yoxdur ki, deyək ki, L da bizdə incədir. Ona görə də, məsələn, mel olsaydı, bəli. İndi ən çox, belə deyək də, bunu götürək, çünki burada ucu düzgün gəlmir də, bir zədənə. Aha, bu, yəni düz olar, amma burada da səhvlik var. Yəni bir də deyirəm, mel yox, mel olsaydı, bəli, bax, bu söz tam gələrdi. Yəni burada ola bilər ki, kitabda da bir səhv olar. Какое слово начинается с мягкого согласного звука? Deyir, hansı söz incə samit səsdən başlanır? İncə, с мягкого согласного звука. Смотрите, uşaqlar. Məhki согласный звук, incə, samit səs. Düzdürmü? Gəlin baxaq. F hərfi, bu şəkildə baxaq da. F hərfi, sonra L, ondan sonra gedir. Düzdürmü? L ucu F hərfini nə edir? Əlbəttə ki, qalınlaşdırır. Ucu bu bizdə düzgün olmaz da. Bu ucu düz deyil. Всё. Kran sözündə K, R-nın yanında, yəni iki hərfdir, ikisi də samitdir. Əlbəttə ki, burada qalın olur. Ona görə də bu getdi. Və çimadan deyiriksə, bizdə Ç hərfi həmişə incə olur. Yəni, baxmayaraq ki, yəni Y olsun ya da O, A olsun, fərqi yoxdur. Deməli, biz V variantını seçirik. 6-da. Какая буква в алфавите стоит 11-я по счету? 11-ci hansıdır? Так, məndə əlifbam da var idi. Gəlin, indi ona da baxaq. Tam gözünüzün qabağında olsun, uşaqlar. Tak. 11-ci sırada hansı hərfdir? Əlbəttə ki, İkratkaya. Так, İkratkaya. Deməli, bu şəkildə. Строка, где во всех словах bukv меньше, чем звука. Bukv меньше, yəni hərf az olmalıdır, səs çox olmalıdır. Hamısını da yazmışam, vaxt aparmasın deyə və V variantına baxın, ежевика. 7 hərf varsa, Y hərfi 2 səs verir, deməli 8 səs çoxdur da. 7 hərf, 8 səs. Burada yağada 5 hərf, 6 səs. Yablokada 6 hərf, 7 səs. Deməli, V variantı düzdür. Дальше. Выбери слово, в котором 4 согласных букв. Deyir ki, hansı sözdə 4 samit hərf var. Samit. Gəlin baxaq. 1, 2, 3, 4. Здесь 1, 2, 1, 2, 3. Deməli, 4 olan budur. Yəni, o qədər də çətin deyil, özünüzdə edə bilərsiniz. Какой согласный звук является şüpəşim? Şüpəşi xışıltılı deməkdir, uşaqlar. Baxaq. Burada 4 hərfimiz var ki, hansı ki xışıltılıdır. Ş, J, Ç və Ş. Görürsünüzmü? Hansı burada var, uşaqlar? Əlbəttə ki, Ç hərfidir. Дальше. 10. Сколько звуков в слове кольцо? Neçə səs var deyir. Кольцо sözündə, так, 1, 2, 3, 4, 5, 6. Правильно? 6 hərfimiz varsa, məxki znak düşür burada və qalır 5 səs. Deməli, A variantı burada düzdür. Belə uşaqlar, sağ olun, görüşərik.